Daxili münaqişədir. Bir də eşitdik ki, bəs arvadını öldürüb. Bakıda dəhşətli qətl hadisəsi baş verib. Yasamal rayonu General Məmməd Şərif Həmidov küçəsində hazırda önündə dayandığımız binanın 4-cü mərtəbəsində yaşayan Bürhan Məmmədov həyat yoldaşı Xumar Məmmədovanı amansızlıqla qətlə yetirib. Daha sonra hadisə yerindən qaçaraq uzaqlaşıb. Həmin gün Xumar Məmmədovanın iş yerindən ailəsinə zəng gəlib və qardaşı evə gələrək cəsədi aşkar edib. Sakinlərin sözlərinə görə onlar 5-6 ay idi ki, evli idilər. 5-6 aydır evlənmişdi. Elə 5-6 aydır qalırdılar. Çox yaxşı, normal, sakit bir ailə idi. Baş aşağı gedərdilər, baş aşağı gələrdilər. Heç bir problemlər də yox idi. Birdən-birə bu hadisə törəndi. Elə hamı da şoka düşdü ki, niyə belə olub? Hələ də sirr olaraq qalıbdır. Nəyin üstə dava eləyiblər, niyə eləyiblər, onu heç kim bilmir. Xanımın işə getməyib, iş yerindən atasından asla zəng eləyiblər. O da qardaşı gəlib, qapını duyub, açanı olmayıb, nə bilim, açarı qırıb, nəsə də açıb, qapını görüb, içəridə ölmüş vəziyyətdədir. Oğlan da qaçıb gedib. Bir sirr olaraq qalır hələ, niyə, nəyə görə dava eləyiblər, niyə öldürüb, onu heç kim bilmir. Siqaret çəkmirdi, araq içmirdi, sakit təbiətli bir oğlan idi. Qeyd edək ki, qətli törədən Bürhan Məmmədov İlhamoğlu 1987-ci il, həyat yoldaşı Xumar Məmmədova ağaqızı isə 1992-ci il təvəllüdlüdür. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.